2007-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması üzrə magistrların hazırlanması və professor müəllim heyətinin təkmilləşdirilməsi MBA proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı MBA proqramının yaranmasını Azərbaycan təhsilində tarixi uğur kimi qiymətləndirib. O, Azərbaycan təhsil sistemində ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA proqramları üzrə 5 ixtisasın Beynəlxalq Akkreditasiya Agentliyi olan FIBA tərəfindən akkreditasiya olunduğunu və hazırda daha 6 ixtisasın akkreditasiya olunması üçün hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb. Bugünkü günü gözləmək, bax bu şərəf idi. Bu şərəfi BA proqramları bizim universitetdə yaşatdı. Və ona görə minnətdarlığımı bildirirəm universitet adından sizə. Bu günlər bu proqram sözün əsl mənasında universitetimiz üçün həm qürur mənbəyidir, həm də bir mayaqdır. Proqramın həm təsisçisi Amerika Birləşmiş Ştatlarının Georgia Dövlət Universitetinin professoru Bican Fəzlullahi çıxışında MBA və BBA proqramlarının yaradılmasının tarixindən danışıb. Professor Bican Fəzlullahi Azərbaycan təhsili və elmində yeniliklərdən və tələbələrin günü-gündən artan uğurlarını görməkdən hər zaman qürur hissi keçirdiyini bildirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA proqramlarının direktoru, texnika elmləri doktoru Rafiq Əliyev MBA proqramlarının yaranması ideyasından danışaraq proqramın həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Milli İnformasiya Agentliyinin qrantı sayəsində mümkün olduğunu qeyd edib. Rafiq Əliyev MBA proqramlarının təhsil standartlarının Avropa və beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA proqramlarının direktor müavini Dosent Nailə Həsənova da çıxışında MBA proqramı üzrə 20 ildə qazanılan uğurlardan söz açıb və layihə üzrə hazırda görülən işlərdən danışıb. 1999-cu ildən bu proses başlamışdı və Amerika İnformasiya Agentliyi qrant ayırmışdı 3 illik və bunun əsasında biz əsasnamə qurulmuşdu, proqram açılmışdı. Və 1999-cu ildə Təhsil Nazirliyi bu proqramın əsasnaməsini təsdiq etmişdi. 2001-ci ildən biz bu yolla həm də yenə də Amerika Agentliyinin, İnformasiya Agentliyinin təşəbbüsü ilə bakalavr proqramı da açmışdıq və ona ayrılmışdı 4 illik qrant. Bu qrantlara əsasən bizim müəllim təxminən 25-ə yaxın müəllim Georgia Dövlət Universitetdə keçmişdi, təkmilləşdirmə kursları, biz özümüz də administrasiya işçiləri də orada keçmişdi. Daha sonra MBA məzunları təhsil aldıqları layihənin həyatlarında oynadığı mühüm rolu barədə danışıb və təəssüratlarını bölüşüblər. Tədbirin sonunda 20 illiyə həsr olunan kollektiv şəkil çəkdirilib.